Salam, axşamınız xeyir. Davam edək həqiqət ədədlərin ardına. Deməli, bir çürüm qripi idim, ona görə indi çəkirəm ardına. Biz modulu keçmişdik, o birinci videoda var. Biz indi keçək qarşılıqlı tərs ədədlər nədir, əks ədədlər nədir, müqayisə, mütləq xəta, nisbi xəta düşmür. Əks ədədlər, tərs ədədlər haqqında indi də danışaq. O bir videolarda güman ki danışmışam, bir dənə üstündən yenə keçək. Tərs ədədlər hasili 1-ə bərabər olan ədədlərdir. Sol tərəfdə yazıram, baxın. Həmişə hasili 1-dir. Tərs ədədlərin cəmi 2 dənə qaydası var. Hasili 1-dir, cəmi uşaqlar ya 2-dən, 2-ni alır, 2-dən böyük olur, ya da mənfi 2-dən kiçik olur. Cəmi 2 dənə qaydası var. Mənfi ədədlərin başqa heç bir qaydası yoxdur. Bunların ikisini də alır. Sizə desək ki, bu tərs ədədlər müsbətdir. Müsbət 2-dən müsbət sonsuzluğa qədər qiymət alır. Desə mənfidir, mənfi sonsuzluqdan mənfi 2-yə qədər qiymət alır. Sonra 6-cı qaydanı dedik, tərs ədədlərlə bağlı qaydanı bitirdik. İndi keçək 7-ci qaydaya, əks ədədlər. Əks ədədlər həmişə demişəm, güzgüdə əksimizi görürük. Yəni ona görə biri güzgünün sağında olur, biri solunda olur. Əks, güzgüdə əksimizi görürük. Və əks ədədlər güzgüdə, məsələn, əksimizi görəndə o da yaxınlaşırsa, mən də yaxınlaşırıqsa güzgüyə dəyirik. Yəni toplayanda 0 eləyir. Əks ədədləri toplayanda 0 eləyir. Ona görə deyirik ki, cəmi 0-a bərabər olan ədədlər əks ədədlərdir. 7-ci qaydanı da dedik. Kökdən çıxarmanı kök dərsinə daha geniş izah eləyərik. Ehtiyac yoxdur. Aha, modulu keçmişik. İndi gələk ədədi orta, həndəsi orta. 14-cü qayda. Ədədi orta uşaqlar bilirsiniz nədir? Gəlin hələ məğzi başa düşün. Yəni ortalama nədir də onu göstərmək istəyir. Ortalama nə isə statistikada istifadə olunur uşaqlar bunlar. Ortalama nə isə tapmaq üçün verilən bütün ədədləri toplayırıq. Bölürük saylarına. Məsələn, sinifdəki ortalama yaşı tapmaq üçün bütün uşaqların yaşlarını toplayıb sayına bölürük ki, görəsən sinif 3 yaşlılarmı üçündür, 25 yaşlılarmı üçündür, 40 yaşlılar üçündür. Yəni orta bir şey tapmaq üçün. Məsələn, gəlin tapaq 16 ilə 4-ün, söhbəti yuxarıda yazım, 16 və 4-dən gedir. 16 ilə 4-ün ədədi ortasını tapsaq, yəni 4 ilə 16, ədədi ortası nədir? 20-ni 2-yə bölün, 10. Deməli, ortaq 4 ilə 16-nın ortasında olan bir şey 10-dur. Bəs həndəsi orta nədir? Həndəsi orta qarışdırmayın, ədədi orta cəmdir, həndəsi orta hasilidir. Bax, bu ədədi ortanı dedim, indi həndəsi ortanı deyirəm. Burada hasildir, amma kök alıram sayı qədər. Məsələn, söhbət yenə 16 və 4-dən gedir. 16-nı 4-ə bu dəfə vururam. Bax, yuxarıda toplamışam, burada vururam və kök alıram. 64-dən kök alanda 8. Yəni, nəyin kvadratı 64-dür? 8-in. İndi gəlin müqayisəsinə baxaq. Uşaqlar, sarı ilə göstərəcəm. Ədədi ortası 10-dur, həndəsi ortası 8-dir. Təbii ki, hansı böyükdür? 10 8-dən böyükdür. Yəni, ədədi orta həndəsi ortadan böyük olur. Həmişə böyük olur. Amma bərabər də ola bilər. Eyni ədəd olanda bərabər olur. Uşaqlar, eyni ədədin elə ortasında olan ədədlər özüdür. Məsələn, 8 ilə 8-in uşaqlar ədədi ortası da 8-dir. Həndəsi ortası da 8-dir. Çünki 8 ilə 8-in ortasında 8-dən başqa nə dura bilər? Nə bilim, 40 ilə 40-ın ədədi ortası da 40-dır, həndəsi ortası da 40-dır. Yəni, ona görə bu halda bərabər də ola bilir. Ancaq digər hallarda ədədi orta böyükdür. Amma ədəd eyni olduqda ədədi orta həndəsi ortaya bərabərdir. Ədədi həndəsi ortanı dedik, müqayisəsindən danışdıq. İndi keçək median nədir, moda nədir? Median uşaqlar azdan çoxa düzürsünüz. Məsələn, ədədlər verilib 11, 11, 3 dənə 8, 4 dənə 7. Belə. Bunun medianını tapmaq üçün uşaqlar kiçik hansıdır? 7, kiçikdən böyüyə. Azdan çoxa deməyək. Burada da azdan çoxa, yəni kiçikdən böyüyə. Yəni leksik normalından belədir. Kiçikdən böyüyə düzürəm. Yəni birinci 7-lər gəlir. 7-dən böyük 8-dir. Sonra 8-lər gəlir, sonra 11-lər gəlir. Aha, düz ortadakını tapmaq üçün uşaqlar, vərəqin düz ortasını tapmaq üçün eyni qədərini qatdalamıram. İndi gəlin eyni qədər qatdalayaq. Nə bilim, buradan 3-ü silim, buradan 3-ü silim. Sonra ortada 3 dənə ədəd qalıb. Buradan birini silim, buradan birini silim. Ortada nə qaldı? 8. Deməli, median neçədir? 8. Bildinizmi? Median düz ortada qalan bir şeydir. Bəs desəz müəllimə cüt say da verilsə. Baxın görüm. Ondan 2 dənə verilib. Orada ortada vergül qoyulur. Narahat olmayın. Yəni, bunun 10 olduğunu başa düşürsünüz orada. İmtihanda yəni.
Gəlin, medianı tapmaq üçün birinci qayda nədir? Birinci hələ kiçikdən böyüyə düzməliyəm. 3-ləri yazıram, sonra 9-ları yazıram, sonra 10-ları yazıram. Aha, medianı tapmaq üçün dedim, nə edirəm? Vərəqi qıraqdan eyni qədər silirəm. Məsələn, 3-ünü buradan sildim, 3-ünü buradan sildim. Axı, ortada bu dəfə 2 dənə ədəd qaldı. Nəyi silsəm də işinə qalmayacaq axı. Uşaqlar, ortada 2 dənə ədəd qalanda ədədi ortasını tapıram. Yaxşı, yəni toplayın sayına bölün. 18-də 2-yə bölündə 9 edir. Bu haqda bayaq danışmışdıq. Eyni ədədlərin ədədi ortası elə özüdür. Fərqli ədədlər də ola bilər də uşaqlar. Məsələn, silmisiniz ortada qalıb ki, 6 ilə 8. Ədədi ortası nə olacaq? Toplayıb 2-yə böləsiniz. Yəni 7 olacaq. Yəni median 7 olardı. Əgər ortada 6 ilə 8 qalsaydı, median 7 olardı. Əgər ortada 9 ilə 9 qalıbsa, median 9-dur. Yəni median ortada qalanı götürürəm, amma ortada 2 dənə ədəd qalırsa nəyin götürürəm? Həmin ədədlərin ortasındakini. Yəni ədəd ortasını götürürəm. İndi modadan danışaq. Moda modda olan, dəbdə olan bir şeydir. Modda. Yəni necə Azərbaycan dilində və ya ümumi beynəlxalqda necə başa düşürsünüz odur, dəbdə olan bir şey. Məsələn, hamı qırmızı papaq taxıbsa, qırmızı papaq dəbdədir. İndi burada ən çox nədir? 5-dir. Deməli, 5 dəbdədir də. 5 yəni moddadır. Modası yəni neçədir? 5. Bu qədər sadə. İndi modanın tərifini deyirəm. Sırada verilən ən çox işlənən ifadə, ən çox işlənən bir qiymət statistikadır. Uşaqlar, ümumiyyətlə, ədədi ortayında soruşdan median moda statistikadır. Yəni, statistikanın modası neçədir? 5-dir. Yəni, ən çox 5 görürsünüz. Məsələn, ən çox 7 görsəz, moda 7-dir. Ən çox 10 görsəz, moda 10-dur. Belə, 15-ci qaydanı yenə köç dərsində keçəcəyik. Ədədin tam və kəsr hissəsi imtahana düşür. Özdə blokada düşür. Bloka %100 düşür. Buraxılışa da düşmə ehtimalı var. Kəsr hissəsini necə tapıram? Uşaqlar, verilən ifadədən, düstur yadda saxlayın. Verilən ifadədən tam hissəsini çıxıram. Bu qədər. Məsələn, indi oradakı bunu gəlin həll edək. Kök 28 çıx 8-in kəsr hissəsini görək necə tapaq. Gəlin düşünək. Verilən ifadə nədir elə? Kök 28 çıx 8-dir. Bunu yazdım. İndi qalıb ki, bunun tam hissəsini tapım çıxım. Yəni, bundan çıxmalıyam tam hissəni. İndi tam hissəni qıraqda hesablayıram. Kök altda 28 uşaqlar. Kök altda 25-ə yaxındır, hə? Kök altda 25-dən 5 çıxır. Bu kök altda 25-dən biraz böyükdür. Yəni, bu da 5-dən biraz böyük olacaq. Həmişə o biraz böyüyü 10-da 2 götürün. Bildiniz, belə deyim. Kök altda 28, kök altda 25-dən biraz böyükdür deyə 5 onda 2 götürdüm. 8-dən 5 onda 2-ni çıxanda 2 tam onda 8 qalır. Amma burada kiçikdən böyük çıxıram deyə qabağına mənfi atıram. Mənfi ədədin tam hissəsini tapanda nə edirdim? Daha da kiçildirdim. Yəni, mənfi 2 yox, mənfi 3 götürürdüm. Verilən ifadənin tam hissəsini tapdım ki, neçədir? Mənfi 3. 3-dür uşaqlar. Mənfi 3. İndi buraya yazıram mənfi 3. Və başlayıram həll eləməyə. Kök altda 28, çıx 8, çıx nə edir? Üstə gəl 3. Kök altda 28, mənfi 8-in üstünə 3 gələndə mənfi 5. Deməli, verilən ifadənin kəsr hissəsi kök altda 28 çıx 5-dir. Baxın, görün. Ümumiyyətlə, imtahanda çaşmayın. Verilən ədədə, kök altda 28 çıx 8 deyil. Həmişə kəsr hissəni tapanda buna yaxın bir şey olacaq. Yəni, burada qeyri-adi, çox böyük dəyişim olmur. Bir dənə dəyişimə baxın. Yəni, tam hissə o qədər də böyük olmur. Elə kəsr hissə tam hissəyə yaxın, yəni ədədin özünə yaxın bir şey olur. Çox dəyişmir. Videoya bu hissəsinə bir neçə dəfə qulaq asın, tam başa düşəsiniz. Düsturu bir də yazıram. Kəsr hissəni tapanda verilən ifadədən, verilən bütöv ifadədən. Bir də onun tam hissəsini tapıb çıxırsınız. Bu qədər sadə. Yəni, imtahanda daha sadə olacaq. Verilən ifadəni elə orada görürsünüz. Bir dənə yazasınız çıx. Qıraqda tam hissəsini hesablayın həmin ifadənin. Məsələn, 5-dirsə 5-i çıxarsınız. 7-dirsə 7-ni çıxarsınız. Mənfi 3-dürsə mənfi 3-ü çıxanda öcə toplamış olursunuz. Anladınız mı? Bu qədər sadə, amma diqqətli olun. Qarışdırmayın. İndi ədədin standart şəklindən danışaq. Ədədin standart şəkli, uşaqlar, məsələn, verilib 730. Ədədin standart şəkli odur ki, m vur 10 üstü n, yəni bunu onluğa çevirəcək şəkil standart şəkildir. Standart şəkildir.
Və burada uşaqlar ədədin standart şəklində bu hissə əsaslı hissə sayılır və ya qiymətli hissə sayılır. Bu hissədə tərtib və ya qüvvət sayılır. Tərtib və ya qüvvət. Standart şəklinin əsas nüansı odur ki, əsaslı hissə 1-dən 10-a qədər onu almır. Çünki 1-dən 10-a qədər qiymət alır. Uşaqlar, 730-un özü 1-dən 10-a qədərdir? Yox. 730-u neynəsəm? 73 də 1-dən 10-a qədər deyil. Amma 7,3 1-dən 10-a qədərdir. Deməli, 730-u yazıram 7,3 vurulsun. 7,3-ü neyniyim ki, 730 eləsin? Baxın, 2 dənə ədəd, yəni 10 üstü 2-yə vurul. Bir də diqqətlə uzaqdan baxın. 730-u yazıram 7,3 vur 10 üstü 2. Bizdən əsaslı hissəni istəsə 7,3, tərtibi istəsə 2, standart şəkli istəsə bunu bütöv yazırsınız. Bir də başqa nümunə göstərim. Məsələn, verilib 1506. Uşaqlar, 1506 1 ilə 10 arasında deyil. Əsas qayda sarı ilə göstərəm. Budur. 1 ilə 10 arasında bir şey eləməliyəm. 1506 1 ilə 10 arasında deyil, 150 də deyil, 15 də deyil. 1 ilə 10 arasında 1,5-dir. Mən durduq yerdə ifadəni 1,506 elədim. 3 dənə, elə bir 3 dənə geri çəkdim. Ona görə 10 üstü 3-ə vururam. Durduq yerə ədədi 1000-ə bölə bilmərəm axı. 1000-ə vururam ki, tarazlansın. Anladınız mı? Ədəd 1506-dır. Onu 1,506 vurulsun 10 üstü 3 göstərdim. Desə əsaslı hissə bu, desə tərtib bu, desə standart şəkil bu və s. və ilaxır soruşa bilər. Qayda bu qədər. İndi keçək, toplumuzu işləyək. Diqqətli olun. İkinci sualdan baxaq. Uşaqlar, deyir ki, A-nın kubunu B-nin kvadratına vuranda müsbət eləyir. Birbaş işarəsini yazılır. Bu müsbət, yəni bir şey eləməyəcəm. Qırmızı ilə göstərsəm, B-miz daha içi tutar söhbəti inşallah. Baxın görüm. Deyir 0-dan böyükdür, yəni müsbətdir. Deyir 0-dan kiçikdir, yəni mənfidir. Deyir 0-dan böyükdür, yəni müsbətdir. Yəni hər dəfə 0-ı ortalığa qatıb beyninizi qarışdırmayın. Müsbətdir. Biz bilirik ki, cüt dərəcə müsbətdir. Nəyi müsbətə vuranda müsbət eləyəcək? Müsbəti. Nəyin kubu müsbətdir? Müsbət elədin. Tapdıq ki, A müsbətdir. Buradan B-ni bilə bilmərik ya. Çünki B mənfi də olsa, müsbət də olsa cüt dərəcə ifadə yazıram. Cüt dərəcə işarəni itirir. Mən ona görə cüt dərəcə işarəni itirir. Cüt dərəcə mən işarəni bilə bilmərəm ki, o neçədir. Cüt dərəcədən sadəcə istifadə edə bilərəm ki, o müsbətdirsə yanındakını tapım. Aha, burada verib ki, A vur C-nin kubu, uşaqlar ikinci verib ki, mənfidir. Bunu həll edirəm. Aha, biz A-nı müsbət tapmışıq. Müsbəti nəyə vuranda mənfi olacaq? Əks işarəsinə. Əks ədədləri bir-birinə vuranda mənfi eləyir. Əks işarələri bir-birinə vuranda mənfi eləyir. S-nin kubu mənfidirsə, S özü nədir? Mənfidir. İndi üçüncünü əldə edirik. A vur, B vur, C. Verib ki, müsbətdir. Uşaqlar, A müsbətdir, C mənfidir. Əks işarəni vuranda bayaq dedim ki, mənfi eləyir. Mənfini nəyə vurum ki, müsbət eləsin? Uşaqlar, ümumiyyətlə nəyisə müsbət almaq istəyirəmsə, eyni işarələri bir-birinə vurmalıyam. Bunlar mənfi elədi. Mənfini mənfiyə vuranda müsbət olacaq. Yəni, B-ni də tapdım ki, mənfidir. Bir də düşünün, uşaqlar, müsbəti mənfiyə vuranda mənfi eləyir. Mənfini nəyə vurum ki, cavabımız müsbət olsun? Mənfiyə. Yəni, B mənfidir. İndi bizə deyək ki, işarəni müəyyən eləyin. A müsbət, B mənfi, C mənfi. Ardıcıllığa fikir verin. A, B, C deyirsə, ardıcıllığa fikir verin. Müsbət, mənfi, mənfi, A variantı. Üçüncü sual. Uşaqlar, müsbət ədədin modulu özünə bərabərdir. Bax, A-nın modulu A-dır. Müsbət ədədin. Deməli, B müsbətdir. Yox, uşaqlar, A-nın modulu A-dırsa, A müsbətdir. Amma deyir ki, ədəd modulundan kiçikdir. Ədəd modulundan kiçikdirsə mənfidir. Bildiniz, uşaqlar? Modul özü çıxıbsa müsbətdir, amma modul deməli mənfi ilə çıxıb ki, kiçilib də. Yəni, bildiniz nə? Deməli, bu mənfidir. B də mənfidir. Cavablara baxaq. Uşaqlar, bir də 0 elə, 0-ın müsbət mənfisi olmur axı. Yəni, moduldan 0 elə özü çıxır. Ona görə onu bura götürəcəm. 0 da, yəni moduldan özü çıxır. Yəni, A 0-dan müsbət qiymət ala bilər. B də mənfi qiymət ala bilər. Bizdən hamısında A vur, B-ni istəyir uşaqlar. Diqqətli olun. Elə bildim, ayrı-ayrı müqayisə istəyəcək, hansını istəyir.
Sıfırı nəyəsə vursam sıfır eləyə bilər. Yəni bunun birinci hasili sıfır ola bilər. İkinci hasili əks işarələri bir-birinə vuranda bayaq nə dedim? Nə ola bilər? Mənfi. Əks işarəni bir-birinə vuranda həmişə mənfi olur. Deməli ifadəmizin cavabı ya sıfır olacaq, ya da mənfi. Görün hardadır? Həm sıfırı, həm də mənfini alır. C variantında. Diqqətli olun. Ümumiyyətlə modul sıfırı alır. Bir dənə modulda bu sıfırı unutmayın. İmtahanlarda bu sıfır o qədər çox fərq yaradır. Unutursunuz. 5-ci sual. Deyir ki, AB-nin kvadratı mənfidir. Yenə bayaqçı kimi yazaq. 5-ci sualı əldə edirəm. Yazıram mənfidir. Cüt dərəcə həmişə, yəni sonuc olaraq işarəni udur, müsbət eləyir. Nəyi müsbətə vuranda mənfi eləyəcək? Əks işarəni, yəni A mənfidir. A-nı tapdım ki, mənfidir. Cüt dərəcənin işarəsini bilə bilmərəm, onu yadınızda saxlayın. Cütün işarəsini bilə bilmərəm. İçinin, yəni B-nin işarəsini oradan bilmirəm. İkincidə deyir ki, uşaqlar bizə AB-nin kvadratından, deyir AB-nin özünü çıxanda müsbət edir. Uşaqlar, bu mənfidir. Bu, deyir, çıx nəyisə. Uşaqlar, mənfi axı müsbət olar. Gəlin, bu mənfini heç bura qatmayaq. Deyir, çıx hansı ifadənin müsbət olsun. Deməli, mənfi müsbət olar da. Yəni, AB mənfidir. Biz sadəcə buradan AB-nin mənfi olduğunu tutmalıydıq. Və burada sol tərəfdə tapmışıq ki, A mənfidir. Mənfini nəyə vuranda mənfi olacaq? Əks işarəsinə. Yəni, B müsbətdir. Diqqətli olun, tutasınız. İndi üçüncünü oxuram. B vur C deyir mənfidir. Uşaqlar, B müsbətdir. Tapmışıq ki, müsbətdir. Müsbəti nəyə vuranda mənfi olacaq? Əksinə. Yəni, C mənfidir. Əks işarələr bir-birinə vuranda mənfi eləyir. İndi bizdən ifadələr soruşur. Deyir, hansı doğrudur? Bir qiymət verək. A-ya verək mənfi 1, B-yə verək müsbət 1, C-yə də yenə verək mənfi 1. Ürəyiniz istəsə mənfi 2 də verə bilərsiniz. Heç bir fərqi yoxdur. Çünki A, B, C bir-birindən fərqli sayılır. Amma şərtdə vermədiyinə görə biz də mənfi 1 dedik. İndi bir-bir yoxlayaq. B-dən A-nı deyir çıxın. B müsbət 1-dir, A-nı çıxın. Yəni mənfi 1-i çıxın. Axı müsbət 2 eləyir. Bizə deyir ki, amma mənfi ədəd eləyir. Deməli, bu səhvdir. A səhvdir uşaqlar. B-ni yoxlayıram. Deyir ki, A vur C. Yəni, mənfi 1-i deyir, mənfi 1-ə vurun. Neçə eləyəcək? Müsbət 1. Amma bizə deyir, mənfi eləyir axı. Deməli, bu səhvdir. C-ni yoxlayaq. Deyir, B-dən C-ni çıxın. B müsbət 1-dir. Deyir, C-ni, yəni mənfi 1-i çıxın. Eləyir müsbət 2. Müsbət eləyir. Burada da deyir də müsbət eləyir. Demək ki, ödənir. C variantı. 10-cu sual. Baxın görüm, deyir ki, A mənfidir. Bunu burada nəzərə alaq. Yəqin ki, ümumiyyətlə uşaqlar, imtahanda nəyisə nəzərə almadan eləməyin. Siz də lazımsız şey orada niyə versin ki? Keçən sağ tərəfi oxuyaq. Məxrəcdə bir dənə şey görəndə 1-1 bölün. 3A böl B, yazıram. 3A böl B. Bir də üstə gəl B böl B. Bildiniz də? Yəni 1-1 bölürsünüz. Üstə gəl B-ni B-yə böləndə 1 eləyir. Bərabərdir 2. 3A böl B bərabərdir 2-dən 1-i çıxanda 1 qalır. Kəsrə həmişə çarpaz vururuq. 3A bərabərdir bir dənə B. Uşaqlar, deyir ki, A da mənfidir. Sizə demişdim, belə şeylər həll edəndə qiymət verin. A mənfidirsə özümüzdən bir dənə mənfi 1 verək. Gətirək qoyaq yerinə. 3 vur mənfi 1 B-dir. Onda B neçədir? Mənfi 3. B-ni tapdım, mənfi 3. A-nı tapdım, mənfi 1. İndi gəlin müqayisə eləyək. Təbii ki, mənfi 1 daha böyükdür və bunlar da hamısı sıfırdan kiçikdir. Cavablara baxın, sıfırla da müqayisə eləyib deyə. Mən də sıfırla müqayisə elədim. Şu yerinə qoyaq da B deməli A-dan kiçiymiş, A da sıfırdan kiçiymiş, yəni C variantı. Aydındırmı? 14-cü sual. Bu uşaqlar böyük ədəd görüb niyə qorxmusunuz ki? Cüt dərəcə demədiyi işarəni udur. Yəni bu müsbətləşdirir. Baxın, yazıram. 14-ü sağda yazıram. A üstü 101 vurulsun B üstü 102 bərabərdir mənfi. Uşaqlar, cüt dərəcə müsbətləşdirir. Nəyi müsbətə vuranda mənfi eləyir? Əks işarəni. Demək ki, bu mənfiymiş. Deməli, onda A mənfidir. Tək dərəcə işarəni bildirir. A vur B vur C deyir 0-dır. Deməli, burada bu üçündən biri 0-dır. Bu mənfidir. A %100 0 ola bilməz. Çünki A-nı incə tapmışıq ki, mənfidir. B ilə C-dən biri 0-dır. Uşaqlar, üçüncü də verib ki, A üstü 102, bunu deyirəm. Vurulsun, B üstü 101 0-dan böyükdür, yəni müsbətdir. Uşaqlar, 0-ı nəyə vursam 0 eləyərik. Yəni, bunların heç biri 0 deyil. Bunlardan biri 0 olsaydı, cavab 0 olardı. Yəni, B də 0 deyil. Onda 0 olan nədir? C-dir.
Anladınız uşaqlar? Yəni buralarda 0 yoxdur deyə A ilə B 0 deyil. 0 olan onda nə imiş? C imiş də. C 0-dır. Sonra uşaqlar cüt dərəcə incə dedik ki, nədir? Müsbətləşdirir. Müsbəti nəyə vurum ki, cavab müsbət olsun? Müsbətə. Onda B nədir? Müsbətdir. Tək dərəcə işarəni çıxarır. İndi tapdıq da A mənfidir. Bura yazdım uşaqlar. A mənfidir. C 0-dır. B müsbətdir. Deyir, indi müqayisə eləyin. Təbii ki, mənfi ədəd daha kiçikdir. Sonra 0 gəlir. Sonra müsbət ədədlər gəlir. A, D, B. Diqqətli olun. Cavabların çoxu da C çıxdı. 16-cı sual qəbul sualıdır. Dondu. Aha, davam eləyək. Baxırdıq 16-cı qəbul sualına. Tərs ədədlərlə bağlı mən sizə nə dedim? Tərs ədədlərin cəmi 2 dənə qaydası var və həmin 2 qaydanı bilin. Hasili 1-dir, yəni A-nı B-yə vuranda 1 eləyir. Bir də cəmi ya 2-dən müsbət sonsuzluğadır, müsbət olsa, ya da bunun ikisini də alırıq. Həm də mənfi 2-dən mənfi sonsuzluğadır. Belə, necə baxış görə bizə nə deyil? Mən sadəcə tərs ədədlərin qaydasını yuxarı yazdım. Biz bilirik ki, bunu ortaq vuruğu çıxarırıq. Növbəti dərslərdə daha dəqiq vurğulayacağıq. A-lardan kiçiyini, B-lərdən kiçiyini çıxarırıq. B 5 dənədir, biri qaldı. A 5 dənədir, biri içəridə qaldı. Eyni dərəcə görəndə uşaqlar vurub qüvvətə yüksəldə bilərsiniz. Vurulsun B üstə gəl A. İndicə dedik ki, A vur B neçədir? 1. Çünki tərs ədədlərin hasili 1-dir. 1-in üstünə nə yazırıq? Yazırıq, onun cavabı 1-dirmi? 1-in 1 üstü n həmişə 1-ə bərabərdir. 1-i nəyə vursan həmin ədədin özü alınır. Biz də deyirik ki, əks ədədlərin cəmi hardan hara qiymət alır? Ya 2-dən müsbət sonsuzluğa, ya da, yəni həm də mənfi 2-dən mənfi sonsuzluğa. Bizə deyir ki, ala bilmədiyi bu qiymətləri alır. Bu aralıqda, gəlin aralığı da göstərim, ya 2-dən müsbət sonsuzluğa, həm də mənfi 2-dən mənfi sonsuzluğa qiymət alır. Ala bilmədiyi nə oldu burada? Mənfi 1, 0, 1. Deyir, ala bilmədiyi tam qiyməti. Tam qiymətlər bunlardır. 3 dənə. C variantı. Yox. 3 A variantıdır. 3 dənə A variantı. 18-ci sual. 8 nəfərlik turist qrupundakı şəxslərin yaşlarının ədədi ortası A-dır. Ədədi orta cəm böl saydır. Yazıram. Cəm 8 nəfərlik qrupdur. Ədədi ortası A-dır. Müəyyən turistlər 3 nəfərlik və 5 nəfərlik 2 dənə qrupa ayrılıb. Birinci qrupdakı yaşların cəmini cəm 1 götürüm. 3 nəfərlik qrupa ayrılıblar deyə 3-ə bölürəm və deyir ədədi ortası B-dir. İkinci qrupun yaşlarının cəmini cəm 2 götürüm. 5 nəfərlik qrupa bölünüblər deyə 5-ə bölürəm. Bizdən ədədi ortasını istəyir. Yəni bu ikinci qrupun istəyir. Həmişə soruşulan bir şeyə nə deyirəm? X. Başlayıram kəsr gördümsə çarpaz vurub hesablamağa. Cəm bərabərdir 8 dənə A-ya. Çarpaz vururam. Cəm 1 bərabərdir 3 dənə B-yə. Çarpaz vururam. Cəm 2 bərabərdir 5 dənə X-a. Uşaqlar, cəm. Təbii ki, cəm 1 ilə cəm 2-nin cəmidir də. Elə bir 2 dənə qrupa bölünüblər. Ümumi cəm bu 2 qrupun cəmidir. Ümumi qrup 8 A-dır, yaşlarının cəmi. Birinci qrupun yaşlarının cəmi 3B-dir. İkinci qrupun da yaşlarının cəmi 5X-dir. Bizdən bu 5x istəyir deyə istəyirsiniz. Bunu bu bir tərəfdə yazaq ki, bizə daha aydın olsun. 5x-i tapanda 8a-dan 3b-ni çıxıram. X-i də tapanda 5-ə bölürəm. 8a çıx 3b-ni 5-ə bölürəm. Anladınız mı? 8a çıx 3b böl 5a variantı. Bu qədər. Diqqətli olun. Ümumiyyətlə, bu tip misallar bu cür həll olunur. Məsələn, 21-ə də baxaq ki, beyninizdə dəqiq otursun. Və deyir, n sayda ədədin ədədi ortası 0,6-dır. Yəni, cəmini n sayda ədədə böləndə 0,6 edir. Deyir, m sayda ədədin ədədi ortası 1-dir. M-ə böləndə də deyir, 1 edir. Amma deyir ki, n plus m sayda bunların cəmi sayda. Deməli, uşaqlar, bunlar 2 hissədən ibarət imiş. Və deyir, bunların cəmi, yəni ümumi cəmi, bunların sayına böləndə, n üstə gəl m-ə böləndə. Deyir, ədədi ortası 0,76-dır. Bayaq nə dedik? Kəsr gördük, çarpaz vurun. Cəm 1 0,6 n-dir. Cəm 2 çarpaz vurun 1 m-dir. Bunu çarpaz vuraq.
Cəm də bərabərdir. 0,76 n üstə gəl. Uşaqlar, bunun ikisinə də vurun. Testdə bunu nə qədər adam səhv yazıb? Siz çarpaz vura bilmirsiniz. 0,76-nı həm n-ə vurmalısınız, həm də m-ə vurmalısınız. Götürüb bunu vura bilmirsiniz. Uşaqlar, bayaq nə dedik? Cəm bu ikisinin 2 dənə qrupun cəmidir. Yazıram. Bu cəmin yerinə o yuxarıdakiləri yazıram. Cəm 1 üstə gəl, cəm 2 yazıram. İstəyirsə yazın. Bərabərdir 0,76 n üstə gəl 0,76 m. Cəm 1 0,6 n-dir. Cəm 2 m-dir. Sağ tərəfdə köçürürəm. Uşaqlar, nə edirdik? Böyük tərəfə yığmırdıq mı? Bunlardan görün hansı böyükdür? 0,76. 0,76-dan 0,16-nı çıxanda 0,16 n qalır. Bir dənə m-dən 0,76 dənə m-i çıxanda 0,24 m qalır. Hər tərəfi nəyə vurum ki, tam ədəd olsun? 100-ə. Sol tərəfi 100-ə vuranda 24 m, sağ tərəfi 100-ə vuranda 16 n. Hər tərəfi 8-ə bölürəm, 3 m, 2 n. Qarşılıqlı sadə ədədlər görəndə nə qaydasıdır? Göy qurşağı qaydası. Yəni m-in ən kiçik qiyməti 2-dir, n-in ən kiçik qiyməti 3-dür. Amma əslində 2-nin bütün misilləridir, 3-ün bütün misilləridir. Sadəcə ən kiçik deyir deyə biz 2 ilə 3-ün özünü götürürük. Yəni 5. Ən kiçik qiymət 5-dir. Sonra 29-a da baxaq. Müsbət, mənfi və ya sıfırlara aydın olsun sizə. Uşaqlar, gəlin birinci ədədi kökünsünü salmaq öyrədim. Məsələn, 7 kökatda 49-dur, 5 kökatda 25-dir, 3 kökatda 9-dur. Yəni, ədədi kökün içinə salanda nə olurmuş? Kvadrata qalxır. Anladınız mı? Durduq yerə ədədi kökün içində yazmaq istəyirəmsə, kvadrata qaldırıram. Gəlin bunu salım kökün içinə, yəni kvadrata qaldırım. 4 kök altda neçədir? 16-dır. Yəni kvadrata qaldırın 16. 16-nı 2-yə vuranda 32. Yenə 2 kök altda 4 deməkdir. Kvadrata qaldırın 4 deməkdir. 4-ü 6-ya vurun 24. 32-dən 24-ü çıxanda müsbət eləyir. Yəni bu müsbətdir. Bir A getdi 1-ə. İndi B-ni hesablayıram. İstəyirsiniz yanbayan eləyim ki, gözdən görəsiniz müqayisəni. Baxın. B-ni izah edirəm. 3-ü kvadrata qaldıranda 9 eləyir. 9-u 5-ə vuranda 45. 5-i kvadrata qaldıranda 25 eləyir. 25-i 3-ə vuranda 75. 45-dən 75 çıxanda təbii ki, mənfi eləyəcək. Bu eləyir mənfi. Yəni B bura getdi. C-ni yazıram. 2-ni kvadrata qaldıranda 4 eləyir axı. 4 vur 18, 72. 3-ü kvadrata qaldıranda 9 eləyir. 9 vur 8, 72. Uşaqlar, eyni ədəddən eyni ədədi çıxanda 0 eləyir. Yəni C 0-a bərabərdir. Sonra D. Yenə ədədi kökün içinə salanda 4 vur 7, 28. 9 vur 2, 18. Uşaqlar, 28, 18 çıxanda müsbət eləyir. Yəni D müsbətə getdi. İndi yeni işləyirik. Deyək ki, kök altda 89. Elə bunu hazır verib. 7-ni kvadrata qaldırın 49. 49-u 2-yə vuranda 98 eləyir. Kiçik ədəddən böyük ədədə çıxanda mənfi eləyir. Yəni Y də getdi bura. Deməli 1A-D, 2B-yi, 3C. Bu qədər. Bu bölmə belə. İndi keçirik ədədin tam və kəsr hissəsinə. Yəni növbəti bölməyə. Necə tapırıq? Birinci hissə. Deyir ki, bu ədədləri müqayisə edin. Eləyək də. 3 sonda uşaqlar gözlə görünür. Biri var ədədin yanında 9 dənə 0 olsun. Biri var 8 dənə 0 olsun. Təbii ki 9 dənə 0 olan daha böyükdür. Yəni A B-dən böyükdür. Uşaqlar, siz də elə bil mən deyirəm ki 4 rəqəmli ədəd böyükdür, yoxsa 3 rəqəmli ədəd. Gözlə görünür ki 4 rəqəmli ədəd daha böyükdür. İndi burada da eyni tipli ədəddir. Yanında birində 9 dənə 0-dır, birində 8 dənə 0-dır. Təbii ki, yanında 9 dənə 0 olan bir şey 8 dənə 0 olan bir şeydən böyük olacaq. Əgər buralar eyni rəqəmlidirsə, eyni sayda rəqəmlidirsə. Sonra 3-cü sual. Standart şəkil. Demişdik ki, əsas hissə 1 ilə onun arasında yerləşir. Biri alır, onu alır. Məsələn, bu boyda ədəd 1 ilə onun arasında yerləşmir. 377 də 1 ilə onun arasında yerləşmir. 37 də 1 ilə onun arasında yerləşmir. Baxın, uşaqlar.
Qaldı bu ikisindən biri. Gəlin yazaq 3,77. Bir-bir sayaq. 1, 2, yəni uşaqlar vergülü bura qoydum. Vergüldən sonra neçə dənə ədəd var sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ədəd var. Deməli cavab oldu A variantı. Bildinizmi? Uşaqlar bir-bir sayırsınız ki, vergüldən sonra mən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ədəddirsə 10 üstü 10 A variantı. 5-ci sualı qaydada yazdım, bayaq izah elədim. Ona görə gəlin baxaq 6-cı suala. 9 çıx çocaq 29-un kəsr hissəsinə. 9 çıx çocaq 29. Uşaqlar, kəsr hissə, imtahanda necə işləyəsiniz elə işləyəcəm. Kəsri tapanda verilən ədəddən çıxıram tam hissəsini. Yəni bir dənə bundan tam hissəsini çıxacam. Gəlin bunun tam hissəsini hesablayım. 9 elə 9-dur. Kök altı 29, kök altı 25-dən biraz böyükdür. Yəni 5-dən biraz böyükdür. 9-dan 5 ondakini çıxanda 3,8 eləyir. Tam hissəsi neçədir? 3-dür. Tam hissənin yerinə yazıram 3. Deməli 9 çıx kök altı 29-dan 3-ü çıxanda 9-dan 3-ü çıxıram 6. 6 çıx kök altı 29 eləyir. Yəni A variantı. Sonra 10-cu sual. Çox da 10-cu tipli suallarda çox tələsməyin. Çünki biraz hesablama zamanı ala bilər. Deyir, kəsr hissəsi ilə əksi olan ədədin hasilini tapın. Birinci kəsr hissəni tapanda ədəddən tam hissəni çıxıram. Verilən ədədi köçürün. Kök 15, çıx 2 kök 3. İndi qaldı bunun tam hissəsini çıxmaq. Tam hissəsini sol tərəfdə hesablayacağım. 2-nin kökünün içinə salanda kvadrata qalxır. 4 vur 3, 12. Uşaqlar, bu hansı kökə yaxındır? Kök altı 16, 4-də eləyir. 4-dən biraz kiçikdir. Yəni 3 tam neçədir? Bu da uşaqlar 9-dan biraz böyükdür. Bu da 3 tam neçədir? 3 tam neçədən 3 tam neçəni çıxanda 0 tam neçə qalırmı? Yəni 3 tamdan 3 tamı çıxanda 0 tam qalır. Yəni tam hissəsi 0-dır uşaqlar bu ədəd. Tam hissəsi 0-dır. Ədəddən 0 çıxanda ədədin özü qalır. Yəni kəsr hissə elə ədədin özünə bərabər oldu. Təsadüfdən uşaqlar. Çünki tam hissəsi yox imiş. Elə ədədin özü də oldu. Yəni ədədin özü də kök 15 çıx 2 kök 3-dür. Kəsr hissəsi də kök 15 çıx 2 kök 3-dür. İndi ki bunu əksinə vurun. Əks də qabağına mənfi atmaqdır. Yəni deyir mənfisinə vurun. Yazıram kök 15 çıx 2 kök 3-ü deyir mənfisinə vurun. Vuraq da. Uşaqlar, eyni şeyə vuranda kvadrat eləyir. Mənfi qabaqda qalsın və bunun kvadratını tapaq. A çıx B-nin kvadrat düsturu nədir? A kvadrat çıx 2AB üstəgəl B kvadrat. Bunun kvadratı 2-nin kvadratı 4 eləyir. Kök 3-ün kvadratı 3 eləyir. 15, 12 toplayanda neçə elədi? 27. Çıxılsın. 2 vur 2, 4. Kök 15-i kök 3-ə vuranda kök 45. Cavaba baxın, kök 45 yoxdur. Deməli, kökün içindən nəyisə çıxarmalıyam. 45-i 5 vur 9 yazsam, kök altı 9-dan nə çıxır? 3. 3-ü çıxartdım. Amma kök altı 5-dən içinə çıxmır deyə kökün içində qalır. Alındı mənfi. 27 çıxılsın 12 kök 5. Baxırıq ki, cavabda heç mənfi öndə olan da yoxdur. Mənfiyə vururam. Mənfi 27. Mənfini mənfiyə vuranda uşaqlar müsbət eləyir. 12 kök altda 5. Görün hansı cavab da belədir. Müsbət 12 kök altda 5, mənfi 27. Burada. Müsbət 12 kök altda 5, bir də mənfi 27. Sonra 13-cü suala baxaq. Bu özü də əvvəlki bölmədə də var idi. Diqqətli olun 13-də. Deyir ki, ABC bir-birlərindən fərqli olan standart şəkildə yazılmış ədədlərdir. Standart şəkildə də biz bilirik ki, 1-dən 10-a qədər qiymət alır. Onun özünü almır. Hasilinin ən böyük. 1-dən 10-a qədər ən böyük qiymətlərə deyək 9, 8, 7 də. Başqa nə deyəcəm ki? Harada A görsəm yerinə 9 qoyacam. Harada B görsəm yerinə uşaqlar, necə istəyirsiniz? B-yə 7 verdik, C-yə 8 verdik. Yerlərinin fərqi yoxdur. Əsas ki, ondan kiçik ən böyük ədədlər 9, 8, 7-dir. İndi yazıram, 9 vurulsun, 10 üstü 7 vurulsun. İkinci ədədimiz C vur. Bunu yazıram uşaqlar. C vur, 10 üstü A. Bir də indi yazıram, B vur,
10 üstü C. Vəsə, deyir hasilinin ən böyük qiymətində tərtibi tap. Gəlin tapaq. 9 vuraq 8, 72. 72-yi 7-yə vuranda 504. Vuranda üstlər toplanır. 9, 7, 16, 16, 8, 24. İndi uşaqlar deyir, standart şəkildə yazılmış hasilin. Yəni, bunu standart şəklə çevirməliyəm. Biz də bir ki, 1 ilə 10 arasında eləməliyəm. 504 1 ilə 10 arasında deyil. 50 də 1 ilə 10 arasında deyil. Amma 5 tam %4, hə, 1 ilə 10 arasındadır. Durduq yerə 504-ü 5 tam %4 elədim. Yəni 100-ə böldüm. 100-ə böldümsə 100-ə vururam ki, tarazlansın. Durduq yerə 100-ə böldümsə 100-ə vururam ki, tarazlansın. Yazıram 5 tam %4. Üstlər toplanılır. 10 üstü 26. İndi deyək ki, tərtibini tapın. Tərtibi neçə oldu? 26. Əsaslı hissəni istəsəydi 5 tam %4. Anladınız mı? Belə. Yəni, həqiqət ədədlər bundan ibarət. Tamamən bitdi.